Bizim bugünkü qonağımız Nicat Quliyevdir. IELTS-2 üstünlüyü ondan ibarətdir ki, siz sualları öncədən görürsünüz, sonra dinləyən zamanda suallar sizin qarşınızdadır. Sadəcə orada qalır ikinci məsələ, vocabulary. Overall it's very clear that. Yəni bu ifadələri əzbər ifadələri istifadə etmək lazım deyil. Sizcə tələbələr bunlardan hansını seçməlidirlər? Yəni hansı onların məqsədlərinə daha çox kömək edə bilər? Duolingo imtahanı ilə bağlı biraz daha diqqətli olmaq lazımdır. Amma məsələ orasındadır ki, hər universitet onu qəbul eləmir. Çünki mən sizi dinlədikcə anlayıram ki, özümü izləyicilərin yerinə qoyuram və çox yaxşı şəkildə suallarıma cavab tapılır əslində. Duolingo və IELTS spelling səhvlərini bağışlamır. Bu sualı mən 15 ildir IELTS müəllimiyəm və bu sualları mən 15 il ərzində həmişə eşidirəm və əzbərlənmiş cümlələr öyrədirlər. Bunlarla IELTS-a başlamaq mümkün deyil. Çoban yastığı çayımı deyim, yəni bu tipli çaylardan istifadə etməyi, mümkün qədər kofeyindən uzaq durmağı tövsiyə edərdim. Mən də həkim podkastı kimi indi çıxacaq. Hər kəsə salam dostlar. Akademistlər podkastının yeni bölümü ilə qarşınızdayıq. Bizim bugünkü qonağımız Akademistlər Təhsil Mərkəzinin təsisçisi olan, eyni zamanda IELTS, TOEFL, GMAT və GRE üzrə head müəllimlərindən biri olan Nicat Quliyevdir. Xoş gəlmisiniz Nicat bəy. Çox sağ olun Xədicə xanım, xoş gördük. Mən istəyərdim Nicat bəy, sizi tanıyanlar tanıyır, tanımayanlar üçün də özünüzü çox qısa tanıdasınız. Çox sağ olun. Mən Akademistlərdə uzun illərdir fəaliyyət göstərirəm və Akademistlərin təsisçisiyəm. Həmçinin də uzun illərdir IELTS, GMAT və GRE üzrə əsas müəllimlərdən biriyəm və xarici təhsil üzrə ekspertəm. Əla. Biz bugün Nicat bəylə bu bölümümüzü biraz fərqli formatda etmişik. Belə ki, 3 əsas mövzunu fərqli seksionlara bölərək yayımlamışıq. Bunlardan biri indiki baxdığınız videodur, digər 2 videoya da bu videodan sonra keçid edib izləyə bilərsiniz. Mən istəyirəm ilk öncə xarici təhsil üçün əsas mərhələlərdən olan dil imtahanlarından başlayaq. Hansı ki, IELTS, TOEFL, Duolingo. Tələbələr bunlardan hansını seçməlidirlər, hardan başlamalıdırlar, hazırlaşma prosesi necə getməlidir? İstəyirəm ki, ümumi şəkildə bu məsələyə giriş edək, daha sonra daha ətraflı sualları biz cavablandırarıq. Çox sağ olun Xədicə xanım, çox vacib sualdır. İlk öncə onu demək istəyirdim ki, hər üç imtahan rəsmi imtahanlardır. Sadəcə onların arasındakı bir balaca fərq var. IELTS imtahanı demək olar ki, bütün ölkələr tərəfindən və bütün universitetlər tərəfindən tanınır. Sadəcə istisna olaraq Türkiyənin bir çox universitetləri, Amerikadakı bəzi top schoolların bəzi top fakültələri qəbul etmirlər. Qalan demək olar ki, dünyanın bir çox yerindəki universitetlər 99% universitet və proqram IELTS-ı qəbul edir. Sadəcə burada qarışdırmaq lazım deyil. Akademik və general training IELTS-ı, akademik daha çox təhsil üçün, general training üçün immiqrasiya və iş üçün lazımdır. TOEFL imtahanı demək olar ki, dünyanın hər bir yerində tanıyırlar və qəbul edirlər. Və TOEFL imtahanını Amerika və Türkiyə tutmuş, yəni bütün ölkələr qəbul edir. Duolingo imtahanı ilə bağlı biraz daha diqqətli olmaq lazımdır. TOEFL və IELTS-dan müqayisə olaraq daha ucuz imtahandır. $65 hal-hazırda qiyməti. Amma məsələ orasındadır ki, hər universitet onu qəbul eləmir. Çox diqqətli olmaq lazımdır. Həm universitetin, həm də Duolingo-nun saytından yoxlamaq lazımdır. Həmçinin də təkcə universitetin adını deyil, həmçinin də fakültənin Duolingo-nu qəbul etməsini dəqiqləşdirmək lazımdır. Bəs bunları dəqiqləşdirdik. Sizcə tələbələr bunlardan hansını seçməlidirlər? Yəni hansı onların məqsədlərinə daha çox kömək edə bilər? Əgər universitet hər üçünü qəbul eləyirsə, mən deyərdim ki, onların arasında ən asanı Duolingo-dur. Lakin Duolingo imtahanı hər kəs üçün rahat olmur, çünki onu evdən onlayn vermək lazımdır və bəzən olur ki, texniki problemlər yaranır və bəzi tələbələrə biraz narahatlıq verir və IELTS-la TOEFL arasında qalanda isə tələbələr hər ikisini seçə bilərlər. Çünki IELTS daha çox listening cəhətdən və speaking cəhətdən mən deyərdim daha rahat imtahandır. TOEFL daha çox reading və writing cəhətdən daha rahat imtahandır. Həm də unutmayaq ki, hal-hazırda TOEFL, GRE və GMAT kimi shorter versionu keçib və artıq TOEFL-da qısaldılmış imtahan formatı tələbələrə çox böyük bir üstünlük gətirir. IELTS hələ ki buna keçməyib, amma gözləyirik ki, yaxın 1-2 il ərzində onlar da yəqin ki keçəcəklər. Mən istərdim formatlar barədə danışaq. IELTS, TOEFL və Duolingo formatlarından qısa şəkildə biz məlumat verək ki, hansının formatı necədir, müddət necədir, imtahan prosesi necə olur? Bəli, başlayaq IELTS imtahanından. IELTS imtahanında 4 hissə
var. Listening, reading, writing və speaking. Listening təxminən 4 hissədən ibarətdir və 40 sualdır. Deməli, ümumi 30 dəqiqə ərzində keçirilir və IELTS-dakı üstünlük ondan ibarətdir ki, siz sualları öncədən görürsüz, sonra dinləyən zamanda suallar sizin qarşınızdadır. Ondan sonra reading hissəsi olur. Reading hissəsində 3 dənə mətn və hər mətnə aid 13 ya da 14 sual, toplam olaraq 40 sual və 1 saat ərzində bunları həll etmək lazımdır. Writing hissəsində task 1 və task 2 verilir. Task 1 qrafik və ya chart və hər hansı bir şəkildir ki, hansını təsvir etmək lazımdır. Ya rəqəmsal ya da ki, qeyri, yəni rəqəmlər, sadəcə proseslər göstərilir orada da. Və ikinci hissə essedir. Speaking isə 3 hissədən ibarətdir və orada suallara cavab vermək lazımdır və yaxud da cue card verilir və onun haqqında qısa bir monoloq qurmaq lazımdır. Keçək TOEFL-a. TOEFL da eyni strukturdan ibarətdir, amma orada sualların sayı biraz dəyişir. Orada məsələn listeningdə bir neçə 6 sectiondur və o sectiona siz ilk öncə qulaq asırsınız audioya, sonra sualları görürsünüz. Ona görə TOEFL-la IELTS-ın fərqliliyi bundadır. Readingdə 2 mətn verilir və hərəsində 10 sual və reading IELTS-ın daha rahatı deyərdim. Writing hissəsi orada 2 hissədən ibarətdir. Siz hansısa bir audio qulaq asırsınız və hansısa bir mətni oxuyub onlara aid bir yazı yazırsınız. İkinci hissə isə akademik yazıdır və orada dialoqu siz tamamlayırsınız, yəni öz fikrinizdən. Speaking hissəsi isə bir neçə dənə hissədən ibarətdir və orada fərqli tələblərə uyğun, məsələn, siz nəyisə dinləyirsiniz və oxuyursunuz və yaxud da ancaq dinləyib cavab verirsiniz və yaxud da hansı təcrübənizdən danışırsınız. 4 hissədən ibarətdir. Və Duolingo imtahanı isə 1 saat ərzində keçirilir. Duolingo imtahanının fərqliliyi ondadır ki, IELTS və TOEFL kimi konkret sectionlara bölmür. Orada məsələn bir çox tapşırıq ya vocabulary yoxlayır, ya da ki listeningdən speaking-i yəni dinləyib cavab vermək, ya da ki reading-dən writing-i birlikdə yoxlayır, ya da ki listening-dən writing-i yoxlayır və s. Yəni Duolingo-nun çalışmaları çox fərqlidir və mütləq Duolingo imtahanlarına özləri hazırlaşan tələbələr mütləq olaraq bir neçə dəfə mock test eləsinlər Duolingo saytında. Mən düşünürəm ki, ümumi məlumatları kifayət qədər verdik. Daha çox spesifikləşdirmək istəyirəm. IELTS-ə keçdikdə, IELTS-in qeyd etdik ki, 4 bölməsi var. İstəyirəm ki, bu bölmələr haqqında biraz daha ətraflı danışaq. Tələbələr ən çox harda çətinlik çəkirlər? Listening üçün, reading üçün, writing və speaking üçün hazırlıq prosesləri necə olmalıdır? Çox vacib suala toxundunuz Xədicə xanım, çox sağ olun. Birincisi listening-lə bağlı. Listening asan section olmasına baxmayaraq, bir çox tələbə orada sual tiplərinə görə problem yaşayır. Bu arada Akademik Starın videosu da çıxmışdı bu yaxında listening-ilə bağlı. O videoya da baxa bilərlər. Mən deyərdim ki, listening-də ilk öncə fokuslanmaq lazımdır çətinliklərə. Məsələn, siz görürsünüz ki, siz ümumi olaraq anlayırsınız, yəni level of English təbii ki, yüksək olmalıdır, B2+ olmalıdır idealda. Amma görəndə ki, tələbə görəndə ki, məsələn, hansı tip suallarda əziyyət çəkir, məhz o sual tipinə fokuslanmaq çox yaxşı olardı. Məsələn, dəfələrlə 3, 4, 5 gün deyərdim ki, sırf o tip sualları işləmək çox yaxşı olardı. Ümumiyyətlə, listening-in özünü inkişaf etdirmək üçün insan gərək həyatına ingilis dilini gətirsin və burada podkastlar, mütləq ingilis dilli podkastları dinləmək, maraqlı TV şouları dinləmək və təbii ki, subtitlelarla da olsa, alt yazılarla da olmasa da olar. Yəni siz necə anlayırsınız da. Və gündəlik həyatınıza ən azı yarım saatlıq listening gətirmək lazımdır və üçüncüsü mütləq səhvlər üzərində işləmək lazımdır. Reading-ə gələndə isə reading üçün ən vacib məsələ vocabulary-dir. Biz məsələn tələbələr üçün çoxlu vocabulary quizlər, paraphrase quizləri hazırlayırıq. Çünki reading əslində sürətli oxuma, yer tapma və vocabulary testidir. Yəni reading testi deyil. Yəni orada bütün mətni oxumağa ehtiyac yoxdur. Amma birincisi readingdə vacib bir skilllar yaratmaq lazımdır. Listeningdə o qədər də strategiyalar yoxdur, nəinki readingdə. Reading hər tip sual üçün müəyyən bir strategiya
readingdə, yəni ki, hər bir sual üçün müəyyən bir strategiya vardı və o strategiyalara uyğun tələbə hərəkət etsə, o çox vaxtı rahatlıqla cavabları tapa bilər. Sadəcə orada qalır ikinci məsələ, vocabulary. Və onun üçün də vocabulary-ni çox inkişaf etdirmək lazımdır. Fərqli vocabulary quizləri, vocabulary öyrənmək və analiz eləmək, readingdə də listening-dəki kimi səhvlərə fokuslanmaq lazımdır. Həm də vocabulary. Niyə görə məsələn mən bu sözü götürmədim, digər sözü götürdüm? Keywordlərə niyə fikir vermədim? Keçdik writing-a. Burada task 2 və task 1-a ayrı-ayrı strategiyalar lazımdır. Task 1 üçün mən deyərdim daha çox konkret olaraq bir tələbə özü üçün bir struktur və müəyyən bir ifadə cədvəlini yaratmalıdır. Məsələn, biz öz tələbələrimizə onu veririk. Həm nümunə inşalar, həm ifadələr. Amma məsələn, kimsə özü hazırlaşırsa, mütləq olaraq onun üçün bir şablon, özü üçün bir şablon yaratmalıdır ki, okey, mən bax belə tipdə yazacağam. Mən də introduction məsələn bax bu tipli ifadələrdən istifadə edəcəm, bu tipli ifadələrdən istifadə edəcəm. Mümkün qədər, yəni bəzi şeyləri şablonlaşdırmaq pis olmazdı. Amma burada bir məqam da var. Qətiyyən memorize olmayan ifadələr istifadə eləmək lazımdır. Məsələn, bir çox tələbə başlayır listening-də writing-də overview-nu yazmağa. Overall it's very clear that. Yəni bu ifadələri əzbər ifadələri istifadə etmək lazım deyil. Sadəcə ümumi olaraq bir struktur özünüzə yaratmalısınız və hansı sözlərdən, hansı ifadələrdən istifadə edərdiniz. Task 2 üçün mən deyərdim daha çox vacibdir hər bir tip sualı bilmək. Məsələn, writing task-da 8 tip sual var. Onların hamısını tanımaq lazımdır və onlara necə yanaşmağını bilmək lazımdır. Yəni sualın məğzini və mövzunun ən əsas da məğzini. Mən burada bir nümunə də göstərmək istəyirdim. Məsələn, elə olur ki, mövzuda deyir people prefer to save money for their future. Bir də var young people prefer to save money for their future. Bu iki mövzu tamamilə fərqli arqumentlər tələb edir. Çünki young people-la people, yəni people ümumiləşmiş kateqoriyadır, young people isə konkret olaraq cavan insanlara aiddir. Ona görə çox diqqətli olmaq lazımdır. Və vocabulary üzərində fokuslanmaq lazımdır. Təbii ki, strukturu biləndən sonra hər bir təxminən writing-də 10-12 mövzu var ki, onun vocabulary'sini bilmək lazımdır və mən deyərdim ki, məsələn, belə saytlar var, How to do IELTS, IELTS Writing 9 və s. Orada yəni ki, təxmini imtahan sualları düşür və o imtahan suallarına uyğun vocabulary hazırlamaq pis olmazdı. Speaking-a gələndə isə burada conversation clublar, şəxsi praktikalar, yəni ki, məsələn biz çalışırıq ən azı çalışdığımız 2 dəfə individual speaking eləyək tələbələrlə, conversation clublar, group speaking sessionları və s. eləyək və İngilişi danışırıq tələbələrlə. Bu ən önəmlisidir. Azərbaycanca deyil, İngilişi danışılmalıdır IELTS proqramında. Tələbələr özləri də məsələn peer tapa bilərlər özlərinə. Kimdən ki, həftədə 2-3 dəfə speaking eləyə bilərlər. Həmçində fərqli applicationlar var. Oradan məsələn onları istifadə edib dost tapa bilərlər özlərinə və speakinglarını inkişaf etdirə bilərlər. Və ən əsası da insan öz-özünə speaking eləməlidir. Açırsınız kameranı qarşınıza qoyursunuz və danışırsınız. Gülməli gəlsə də özünüz sual versəz, cavab versəz, sonra dinləsəz özünüzü və baxsaz ki, necə cavab verirsiniz, bu çox kömək eləyir speakingdə. Eynən, mən buna çox qatılıram. Listeningdə olduğu kimi speakingdə eyni şəkildə həyatımıza tam şəkildə inteqrasiya eləməliyik ki, biz qısa zamanda yaxşı nəticə əldə edə bilək. Mən istərdim eyni şəkildə TOEFL haqqında da bu cür məlumat verək. Çünki mən sizi dinlədikcə anlayıram ki, özümü izləyicilərin yerinə qoyuram və çox yaxşı şəkildə suallarıma cavab tapılır əslində. Ona görə istərdim TOEFL haqqında da belə ətraflı məlumat verək. TOEFL imtahanı IELTS imtahanından biraz fərqli olduğuna görə mən deyərdim ki, orada listening üçün bir balaca fərqli strategiya ilə yanaşmaq lazımdır. TOEFL-da note taking skills, yəni note taking deyəndə mütləq deyil ki, siz qeyd aparasınız kağızda, amma beyninizdə note taking eləməyinizi öyrənməlisiniz və burada əsas problem nədə çıxır Xədicə xanım? Biz hal-hazırda öyrəşmişik qısa videolara baxmağa da, reelslara, düzdür? Və TOEFL isə belə bir şey tələb edir ki, siz 4-5 dəqiqəlik bir nitqə qulaq asasınız və dialoqa və sonra da ona uyğun suallara cavab verəsiniz. Bu da insanlarda o attention span məsələsi burada çıxır da, o diqqətin davamlılığı belə deyərdim. Yoxdur. Bəli, o bir çox tələbədə yoxdur. Ona görə onu yaratmaq lazımdır. Deməli, nə tövsiyə edərdim? Mən deyərdim ki, başlayın
okey, siz çoxunuz qısa reelslara baxırsınız. Hal-hazırda başlayın yavaş-yavaş daha uzun reellara baxmağa və yavaş-yavaş 2 dəqiqəlik videolara baxmağa, amma maraq dairənizdə olan mövzular olsun ki, beyin sevə-sevə. Hekayə tipli reels videolar olur sosial Olar. şəbəkələrdə. Elə oradan başlamaq olar Bəli, məncə. tamamilə doğrudur. Olar. Əsas odur ki, beyin sevən bir şey olsun. Mhm. Çünki bizim beynimiz belədir ki, nəsə bir yorucu bir şey olursa müəyyən bir müddətdən sonra biz onu atırıq. Birinci attention məsələsini həll etmək lazımdır, diqqət məsələsini həll etmək lazımdır. Bu listening-də çox kömək olacaq. İkinci növbədə isə note taking bacarıqlarını yaratmaq lazımdır. Yəni siz dinlədikcə özünüzdə bir point istəyir. Məsələn, biz indi sizinlə danışırdıq. Birinci biz danışdıq ümumi IELTS, TOEFL, Duolingo haqqında, sonra mən keçdiyim IELTS imtahanı haqqında danışdım. Hansı section daha önəmlidir və s. və s. Sonra keçdik TOEFL. Yəni insanlar da dinlədikcə öz beyinlərində belə bullet point məsələsi kimi yaratsalar, o çox faydalı olar. Qeyd etmək isə daha rahatsa qeyd eləyin. Çünki TOEFL-da siz dialoqu dinlədikcə və yaxud da monoloqu dinlədikcə sizdə orada vaxt, sizdə sonra imkan olmayacaq ki, qaydasız arxaya, təkrar qulaq asasınız və s. Ona görə bax TOEFL-da bu iki skill önəmlidir. Reading deyərdim ki, IELTS-dan eynidir. Writing deyərdim ki, burada da orada həm listen, həm read eləyirsiniz deyə, yəni çox yaxşı olardı ki, kritik düşünməni formalaşdıraq. Çünki orada belədir ki, listening-də tamamilə fərqli. Məsələn, tutalım ki, hər hansısa bir hərəkatın müsbət tərəflərindən danışır, amma mətndə onun mənfi tərəflərindən danışır və biz bunları bir-birinə toqquşdurmalıyıq. Məsələn, listening bunu deyir, amma reading bunu deyir. Listeningin arqumenti budur, amma readingin arqumenti budur. Yəni biraz tənqidi düşüncəmizi formalaşdırmalıyıq. Məsələn, bunu necə eləmək olar? Videoları qulaq asmaq olar YouTube-da. Tutalım ki, çox video var belə 5 reasons to avoid procrastination məsələn və belə də video dinləmək olar ki, 5 reasons why procrastination is actually good. Məsələn belə bir şeydir. Eləmək olar. Speaking-də IELTS-dan fərqli olaraq TOEFL-da həm dinləmək, həm oxumaq bəzən lazım olsa o suala cavab vermək. Ona görə mən deyərdim ki, müəllimləri, yəni burada həm müəllimlərlə məşğul olan tələbələr onu praktis edirlər, amma tələbə özü kimləsə praktika eləyəndə və self-study eləyəndə mən deyərdim ki, hansısa bir mətni oxusun, sonra o mətnə aid fikirlərini bildirsin və yaxud da nəyisə dinləsin. Sonra dayandırsın özünü, yandırsın kameranı və fikirlərini kameraya söyləsin 1 dəqiqəlik. O çox faydalı olardı speaking üçün TOEFL-da. Eyni şəkildə Duolingo haqqında da bu şəkildə sizdən ətraflı məlumat istəyəcəm. Çünki məncə daha çox Duolingo izləyicilərə maraqlı olacaq. Bir çoxlarımız Duolingonu oyun application olaraq tanıyır. Bəli. Onun imtahanı necə olur? İnsanlar bunu tam olaraq bilmir də. Ona görə ətraflı şəkildə bu sualda cavablandıraq. Okay. Duolingo imtahanında dediyim kimi orada bir neçə fərqli çalışmalar var və mən başlayardım ən basic, yəni ən basit tip çalışmalarından spelling çalışmalarında. Orada biz sözləri bir çox yerlərdə elə bir ki, mətnlərdə sözlər olmalıyıq məntiqlə. Orada sözün 1, 2 ya da 3 hərfi qeyd olunur, qalan hissəsini biz doldurmalıyıq. Mən deyərdim ki, ilk öncə fokuslamaq lazımdır spelling-ə. Bu arada IELTS-da da listening üçün və writing üçün çox önəmlidir spelling, yəni ki, düzgün sözün yazılışı. İnternetdə axtarıb tapa bilərsiniz 1300 commonly misspelled words. Onları review eləmək, yazılışlara baxmaq, çünki Duolingo və IELTS spelling səhvlərini bağışlamır. Ona görə diqqətli olmaq lazımdır. İkinci, reading və writing, listening və speaking, reading və speaking bu tipli çalışmalarda nələr etmək lazımdır? Eynən TOEFL-dakı kimi strategiyalar yaratmaq, yəni strategiyalara uyğun addım atmaq lazımdır. Məsələn, mətnləri götürüb onları analiz eləmək, sonra cavab vermək onlara uyğun və yaxud da çox vaxtı belə bir çalışmalar var YouTube-da, hansısa dialoqlar. Siz dinləyə bilərsiniz müəyyən levellar üzrə. Siz o dialoqu davam etdirirsiniz kimi. Çünki Duolingo'da o tip çalışmalar çoxdur. Məsələn, dialoq verilir və sonra belə deyək, dialoqun ortasında mən hətta deyən dayanın
dayandırın YouTube videosunu və fikirləşin. Okay, məsələn Anna Susan'a bunu dedi. Susan nə cavab verməlidir sizin fikrinizcə? Və sonra dinləyin, baxın Susan nə cavab verir. Çalışın B2, C1 levelindəki dialoqları daha çox dinləyin. Bu Duolingo'nun yeni bir tip suallarıdır. Yaxın müddətlərdə əlavə olunub. Ona görə tələbələr onda daha çox əziyyət çəkirlər. Və əsas bunlardır və IELTS və TOEFL üçün dediyim tipslər Duolingo üçün də keçərlidir. Əsasdakı TOEFL üçün dediyim tipslər Duolingo üçün keçərlidir. Aha, biz getdik, imtahan verdik, amma nəticəmizdən razı deyilik və yaxud fail etmişik və yaxud da aldığımız nəticə bizi qane etmir. Bu zaman tələbə nə edə bilər? Apellyasiya prosesi var və yaxud da yenidən imtahan düşünə bilər. Siz ümumiyyətlə nə məsləhət görürsüz? Mən başlayım IELTS-dan. Çünki ən əsas məsələ burada IELTS-da həmişə yaranır. Bilirsiniz ki, məsələn də olur ki, tələbə writing-dan 7 yığmalıdır və yaxud da speaking-dan 7 yığmalıdır. Bütün section-ı özə yığır, amma writing və ya speaking-dan yıxa bilmir. Belə olan halda mən nə tövsiyə edərdim? Sırf 1 ya da 2 universitet üçün bunu edirsinizsə, tövsiyə edərdim ki, maraqlanasınız. Həmin universitet one skill retake-i qəbul edir, yoxsa eləmir. Əgər one skill retake-i qəbul eləyirsə, onda one skill retake eləyib yəni daha ucuzdur. Yəni imtahan qiymətinin yarısı, ödənişinin yarısı qədərdir. Amma burada bir məsələ də var. Apellyasiya yoxsa one skill retake. Bax bunun üçün biz birinci dəqiqləşdirməliyik ki, bizim writing skorumuz və yaxud da speaking skorumuz təkrar evaluate olunubmu? Bu hansı hallarda adətən olur? Elə alanda ki, məsələn, siz listening və readingdən 8-5 və ya 9 almısınızsa, amma writingdən 6-5 almısınızsa, çox vaxtı writing təkrar yoxlanılır və apellyasiya verməyə ehtiyac olmur. Ona görə ki, 2 plus fərq olanda iki section arasında adətən o daha aşağı yığdığınız bal özəl section yoxlanılır. Təkrar yoxlanır senior examiner tərəfindən. Bunu test mərkəzlərindən də dəqiqləşdirmək olur, müəllimlərinizdən də dəqiqləşdirmək olur. Yəni məsələn mənə də yazıb soruşa bilərsiniz, mən sizə köməklik göstərə bilərəm. Amma eyni zamanda da müəllimin üzərinə düşən funksiya odur ki, müəllim tələbədən xahiş etməlidir ki, mümkün qədər yazı haqqında belə deyək də yazısını təsvir eləsin. Yəni necə yazıb? Əsasdakı writing-də. Speaking-də bunu eləmək olmur o qədər də. Amma writing-də eləmək olur. Bir çox hallarda tələbələr mənə təxminən məsələn yazırlar nə? Yazırlar və mən onlara deyirəm, okey, bu inşada sənin balın qalxa bilər. 6-5-də, yəni 7-lik yaxşı yazmısan. Amma təbii ki, tələbə mənə dəqiq və düzgün, mümkün qədər düzgün və dəqiq bildirsə ki, necə yazıb, nələrdən istifadə edib, hətta nümunə kimi yazsa. Təkrar imtahanı verməkdə isə təbii ki, əgər siz 2 və daha çox sectiondan narazısınızsa, biraz hazırlaşıb ondan sonra imtahan verməyə məsləhət görərdim və burada anxiety haqqında da danışmaq istəyərdim icazənizlə. Bəli, buyurun. Bir çox tələbə imtahandakı balını anxiety, yəni ki, təşvişə görə uğurlu bir nəticə qazana bilmir. Burada mən mütləq tövsiyə edərdim ki, yüngül imtahan qabağı, yəni imtahana 3 həftə təxminən qalmış. Mən bir sakitləşdirici, məsələn, çoban yastığı çayımı deyim, yəni bu tipli çaylardan istifadə etməyi, mümkün qədər kofe ilə uzaq durmağı tövsiyə edərdim. Mən də həkim podkastı kimi indi çıxacaq bizdəki. Amma yəni mümkün qədər onlardan uzaq durmağı tövsiyə edərdim və imtahan mərkəzinə gedib orada mümkün qədər bir dəfə sınaq imtahanı vermək çox yaxşı olardı. O tələbəni çox sakitləşdirər. İmtahan mühiti tipində bir formatda olanda insan daha rahat olur artıq ikinci dəfə ora gedəndə. Artıq birinci dəfə olmur orada deyə öyrəşir müəyyən qədər. Tamamilə doğrudur. Həm də ki, yerin tapırsınız, bilirsiniz ki, harda yerləşir, necə yerləşir və s. Və bundan əlavə də tələbə bir neçə dəfə həmin saatda özü evdə özünə mock elətdirməlidir. Əgər təşvişiniz çox yuxarı səviyyədədirsə, mən tövsiyə edərdim ki, psixoloqla da biraz işləyəsiniz, 1-2 seans məsələn götürəsiniz. Bu çox köməkli. İnanın mənə ki, bəzi tələbələr deyir ki, mən psixoloqa və yaxud da məsələn mən bunların hamısını niyə görə bu qədər pul töküm? Amma bu daha yaxşıdır nəinki təkrar imtahanı vermək. Çünki IELTS-ın qiyməti çox yuxarıda hal-hazırda və getdikcə də artmaqdadır. Bəli, təəssüflər olsun ki. Və digər imtahanlarla bağlı da mən qısa demək istəyirdim ki, TOEFL-la Duolingo-da one skill retake imkanı yoxdur. Ona görə əgər balınızdan narazısınızsa, one skill retake yox, sadəcə imtahanı təkrar verə bilərsiniz. TOEFL-da sadəcə biz gözləməliyik, orada müəyyən bir period var. 3 həftəlik period, ondan sonra imtahanı verə bilərik.
Biz bilirik ki, IELTS imtahanı vermək üçün bizim 2 mərkəzimiz var. Bunlardan biri British Council, digəri isə Bartsan. Sizcə tələbələr bu mərkəzlərdən hansına müraciət etməlidirlər? Bu sualı mən 15 ildir IELTS müəllimiyəm və bu suallar mən 15 il ərzində həmişə eşidirəm. Mən belə bir cavab verəcəm. IELTS-ın 3 qurucu qüvvəsi var, belə deyək, qurucu təşkilatları var. British Council, Global, IDP IELTS Australia ya da Avstraliya və Cambridge. Cambridge English. Cambridge testləri yaradır və British Council-dan IDP onlar mərkəzlərə lisenziya verirlər. Dünyadakı bütün mərkəzlərə lisenziya verirlər. Mən deyərdim ki, tələbə seçimlər arasında qalıbsa, bu iki seçim arasında qalıbsa, hər ikisi rəsmi imtahan, yəni ki, rəsmi imtahan mərkəzləridir və hər ikisinin nəticələri qəbul olunur. Bu arada bu miflərə inanmayın ki, British Council-ın və yaxud da IDP-nin sertifikatları falan ölkələrdə tanınmır və yaxud da falan yerdə tanınmır. Əgər hansısa bir universitet qeyd eləsə ki, mən ancaq IELTS-ın British Council və yaxud da IDP versiyasını tanıyıram, o qeyri-qanuni bir tələbdir və həmin universiteti və ya təşkilatı şikayətləmək olar. İkincisi, harda imtahanı vermək tələbənin özündən asılıdır. Siz baxa bilərsiniz ətrafınızdakı insanlar məsələn harda imtahan veriblər, nə dərəcədə razı qalıb. Çünki listening və reading standart sectionlarda onlarda British Council və ya IDP sizə heç bir təsir edə bilməz. Amma writing and speaking fərqlidirlər təbii ki. Writing və speaking nəticələri göndərilir. Yəni speaking Bakıda qiymətləndirilir, amma writing göndərilir ya Londona, British Council-da ya da ki Avstraliyaya göndərilir və yəni xaricə göndərilir qısası. Və burada artıq siz belə deyim də əgər siz balınızdan narazısınızsa, hər iki təşkilatda apellyasiya verə bilərsiniz. Və düşünürsək ki, speakingdə filan yerdə daha yaxşı bal verilir, nəinki digər yerdə, çox yaxşı. Əgər sizin dostlarınız da orada veriblərsə, yəni gedib yanaşıb həmin test mərkəzində verə bilərsiniz. Bizim tələbələrimiz əksərən IDP-də verir, amma British Council-da da verənlər olub. Mən deyərdim ki, əksər hallarda bizim elə gözləntilərimizi qarşılayır. Bəs tələbələr və yaxud da ümumi bu imtahanlara hazırlaşanlar hazırlıq prosesinə hansı leveldən başlasalar onlar üçün daha asan olar? Çox yaxşı sualdır. Mən bundan biraz geniş cavab vermək istəyərdim. İlk öncə mən tövsiyə edirəm ki, IELTS, TOEFL, Duolingo imtahanlarına minimum B2 səviyyəsindən başlasınlar tələbələr. Əsas da ki, onların məqsədləri 7+-dursa. Yox, məqsədləri 5-5, 6, 6-5-dirsə, o zaman B1 levelından başlaya bilərlər. Amma qətiyyən B1 levelının aşağı balından başlamayın. Mən bir çox hallarda görürəm ki, bəzi təzə başlayan müəllimlər özlərini reklam eləmək üçün qeyd edirlər ki, A2-dən mənim tələbəm 2 aya, nə bilim 8 yığdı, nə bilim 7-5 yığdı falan. Bu reallığa doğru deyil. Yəni bu mümkünsüz bir şeydir ki, tələbə ChatGPT, AI deyil ki, biz onun məlumatlarla dolduraq, feed eləyək. Yəni yedizdirmə biraz yaxşı çıxmır, amma yəni belə deyək, onlara məlumat ötürək, bu qədər. Yəni çünki insanın məlumatı əldə etməsi, bir şey öyrənməsi müəyyən bir zaman çəkir. O çox uzun bir prosedurdur. Kim ki müəllimlik sahəsində oxuyub və yaxud da müəllimlik sertifikatlarını alıb, onlar bilirlər ki, o məlumatı qəbul edəndən onu tam mənimsəməsinə qədər nə qədər müddət keçməlidir. Eyni zamanda nə bilim 30 günə ingilis dilində danış falan proqramları effektiv olmur əksər hallarda. Çünki onlar sadəcə vokablarını öyrətdirirlər, tələbələr əzbərlətdirlər, amma və əzbərlənmiş cümlələr öyrədirlər. Bunlarla IELTS-a başlamaq mümkün deyil. Sizə hətta sertifikat versələr belə ki, siz B2-siz, bu sertifikatların heç birinin önəmi yoxdur. Çünki bu sertifikatlardan özünüz də Word-də yaradıb düzəldə bilərsiniz. Mən deyərdim ki, əsas olaraq rəsmi sertifikatlar rəsmi dil imtahanı sertifikatlarıdır. Məsələn, IELTS, TOEFL, Duolingo, Cambridge-in sertifikatları və digər, yəni ki, rəsmi tanınmış sertifikatlar. Ona görə aldanmayın, çalışın. Məsələn, IELTS-daki kimi TOEFL-da da eynən ən azı B2 səviyyəsindən başlamağa çalışın. Duolingo-da da B2 səviyyəsindən çalışın başlamağa. Amma dediyim kimi, əgər TOEFL və Duolingo-dan daha aşağı bal yığmalısınızsa, məsələn, TOEFL-dan tutalım 75-80 və yaxud da Duolingo-dan 90-100 belə yığmalısınızsa, o zaman yəni siz B1 səviyyəsindən başlaya bilərsiniz. Amma ondan da aşağı səviyyədən başlamağa tövsiyə eləmirəm. Mən istəyərdim
bizim tələbələrə ümumi bir tövsiyələr verək. Hansı ki, siz 15 ildir artıq IELTS müəllimisiniz, müxtəlif tələbələrlə qarşılaşmısınız, müxtəlif situasiyalarla qarşılaşmısınız. Tələbələr öz məqsədlərini necə müəyyənləşdirməlidirlər? Əla sualdır. Mən ilk öncə deyərdim ki, vaxtınızı itirməyin. Bax, özünüz də hazırlaşsaz, kursla da hazırlaşsaz, necə hazırlaşırsa hazırlaşın, vaxt itirməyin. Bilirsiniz ki, məsələn, 1 il sonra, 2 il sonra xarici təhsil alacaqsınız. Realistik olun. İngilis dilinizin səviyyəsini bilin. Yoxlatdırın və məsələn, bilirsiniz ki, A2 səviyyəsindəsiniz hal-hazırda. Vaxt itirməyin, gedin ingilis dilinin hazırlığına ya da özünüz hazırlaşın. Amma sistemli şəkildə hazırlaşın. Yəni təkcə ay mən filmlərə baxaram deyə keçməyin. Həqiqətən də hər tərəfli hazırlaşmaq lazımdır. Və unutmayın ki, siz hətta hazırlıq kurslarına getsəz də, əgər siz sadəcə həftədə 2-3 dəfə, nə bilim, saat yarım dərs keçsəz, o sizə kifayət deyil. Ondan əlavə onların verdiyi homeworklər və əmin olmalısınız ki, onların verdiyi homeworklər kifayət qədər belə deyək, doyurucu, tam bir proqram üzrə verilir. Yəni təkcə ay ged evdə 5 dənə Murphy unitini işlə deyil. Yəni orada listening də olmalıdır homework-da, reading də olmalıdır homework-da, writing da, speaking da, vocabulary öyrənməsi də. Məsələn, mən özüm General English keçəndə mən uşaqlara speech hazırlatdırırdım ki, hər dəfə vocabulary öyrənib o vocabulary uyğun çıxış edirlər. Presentation skillləri də çox kömək olurdu bu arada. Yəni tam olaraq tamamlaşmış bir proqram olmalıdır. Bütün sectionları əhatə edən. Ondan əlavə tələbələr bilməlidirlər ki, onlar hansı universitetlərdə oxuyacaqlarını bilməlidirlər və bilməlidirlər ki, o universitetlərin tələbləri nədir? Təkcə IELTS, TOEFL, Duolingo'durmu, yoxsa GRE, GMAT, SAT, LSAT və s. hansı imtahanlar istənilir onlardan? Çünki onlar ona uyğun planı qurmalıdırlar. İndi biz növbəti bölümdə bundan bağlı daha ətraflı danışacağıq. Və təbii ki, hər şey çalışmalılar vaxtında eləsinlər. Çünki IELTS kimi hər bir imtahan hər gün keçirilmir. O IELTS-da hər gün keçirilən. TOEFL-la, Duolingo-da onlayn hər gün verə bilərsiniz. Amma TOEFL kimi imtahanların yəni vaxtları olur. Ona görə o imtahan vaxtlarına uyğun planlaşdırmalısınız. Düzdür, TOEFL at home imtahanı da var. Amma bəzi universitetlər onu qəbul eləmir deyə bir çox tələbə mərkəzdə TOEFL verir. Belə olan halda da qabaqcadan planlaşdırmaq lazımdır ki, hansı imtahan tarixində verəcəksiniz və o tarixə qədər hazırlaşmalısınız. Və unutmayın, həm IELTS, həm TOEFL, həm Duolingo heç olmasa 2 ay müddət ayırın ingilis dilinin inkişafından sonra. Mən istəyərdim bütün bu tövsiyələrinizin ardından akademistlarda bu məsələ ilə bağlı verdiyimiz xidmətlər haqqında da qısa məlumat verəsiniz. Hansı ki, IELTS, TOEFL və yaxud da Duolingo imtahanlarına hazırlaşan tələbələr sizin hansı xidmətlərinizi müraciət edə bilərlər? Bizdə IELTS proqramı mövcuddur. Standart 3 aylıq, unikal 2 aylıq, intensiv proqramlarımız var. Hətta elə olur ki, tələbə çox yüksək leveldə olanda, məsələn, gəlir bizə 2 həftəlik hazırlaşır. Biz ona bacardığımız proqram qururuq ki, o tələbə mümkün qədər yüksək nəticə yığsın. İntensiv proqramımız da var. 1 aylıq və 1 ay yarımlıq proqramımız var. Sırf writing-a fokuslanmış proqramımız var. Sırf speaking-a fokuslanmış, reading-a fokuslanmış və s. Və ya combo 2 section, məsələn, writing, speaking. Bundan əlavə bizim o tip tələbələrimiz də var ki, başqa kursda keçiblər hazırlığını, amma o kurslarda mentorship təklif olunmur. Bizdə amma mentorship xidməti təklif olunur. Tələbələr həftədə 2 dəfə gəlirlər, bizdə IELTS mentorlarımızdan xidmət alırlar. Yəni writing və speaking üzrə əsasən fokuslanırlar və bəzi tələbələr olur ki, reading və listening üzrə də mentorship alırlar. Bundan əlavə akademistlər self-study edən tələbələr üçün marafonlar keçirilir. Bu yaxınlarda writing üzrə marafonumuz olmuşdu, reading marafonumuz olmuşdu. Xüsusi bir neçə tələbə üçün də yaratmışdıq marafonu. Çox uğurlu keçib. Hətta bəzən belə olur ki, biz o tələbələr nəticə qazanıb bizə göndərirlər nəticələrini. Biz fikirləşirik onu paylaşmayaq, amma etik cəhətdən də təkcə reading üzrə kömək eləmişik deyə. Amma yəni bir çox tələbə ondan razı qalır. Çünki orada video kurs və onlayn dərs formatında keçirilir. Duolingo və TOEFL-a da eynən, yəni TOEFL üzrə həm writing, speaking, həm ümumi TOEFL kursu var. TOEFL-da mən məsləhət görmürəm bölməyi, çünki bütün section üzrə hazırlaşmağı tövsiyə edirəm. Çünki TOEFL-da bir çox skilllər formalaşmalıdır, orada daha çox vokabulary öyrənmək lazımdır. Duolingo-da da bunu ayırmaq olmur, TOEFL-dakı kimi, çünki orada dediyim kimi bir çox suallarda 2 tip skill yoxlanır. Məsələn, listening və speaking, reading və writing və s.
Və bizim nömrəmizi Xədicə xanım, yəni yəqin ki, Aha, aşağıda bəli. verəcək. Ona görə Yerləşdirəcəyik hər ehtiyac birini. yoxdur onları qeyd etməyə. Təbii ki. Əla Nicət bəy, çox sağ olun. Mən düşünürəm ki, bizim bu bütün söhbətlərimiz bizi dinləyən və izləyən hər kəs üçün çox faydalı olacaq. Biz növbəti bölümdə biraz daha fərqli istiqamətdə, daha çox akademik qəbul imtahanları olan CİMET, GRE və SAT haqqında danışacağıq. Elə indi həmin videoya keçid edib izləyə bilərsiniz. Sağ olun.